Azərbaycanda da ancaq yəni tarixən toxuculuq, baramaçılıq, ipəkçilik, yəni tarixən olan bir peşələr olub. Bunlara xüsusi yer tutur bizim tariximizdə. Ancaq nəyə görə bəs indiki müasir dövrdə tekstil sənayesi o dərəcədə inkişaf etməyib? Hətta 2015-ci ildə ölkə strateji məhsul desən pambığı elan eləmişdi. Ancaq pambıqla bağlı bildiyim qədər ixracat çox getmir Azərbaycan pambığı. Nədir burada problemlər? Burada daha çox problemdən daha çox bizim biraz genimizdə yatır da bu sualın cavabı. Biz millət olaraq hər zaman ipək yolunun üzərində olduğumuza görə tarixən Azərbaycan karvanların daha çox keçdiyi, məhsullarını burada gətirib satdıqları bir məmləkət olmuşuq. İmperiya dövründə də və ya belə deyim də şahlıqlar dövründə də istənilən zaman Azərbaycan bu minvandan özünü inkişaf elətdirib. Buna görə də biz istehsalçı olmamışıq. İstehsalatı çox gözəl belə deyim, tərənnüm eləyən tərəf olmamışıq. Hə, istehsal eləmişik. Nənələrimiz olub, analarımız məsəl üçün də evdə xalçalar eləyiblər, əyiriblər, öz ehtiyaclarını ödəmək üçün olub. Amma biz heç bir zaman ixracatçı olmamışıq. Baxsaq, bəli, Çin doğrudan da çox güclü bir istehsalçıdır. Ortalama dünyanın aşağı-yuxarı hardasa bir 20 trilyonluq bir ixracatı var. Bunun sadəcə 7.2-sini tək başına Çin üstələnir, yəni 30%. Əgər dünyada bir məhsul istehsal eləyəcəksinizsə, 1/3 xam malı Çindən gəlməsi lazımdır. 41-45-də sıfırlanmış ölkələrdən Yaponiyanı götürsək, Almaniyanı götürsək, bunlar istehsalçı olublar. Ürətici olublar, yenilikçi olublar bu barədə, hər bir zaman məhsul veriblər. Amma tarixən də baxsaq, ana təbiətin bizə verdiyi bir güc olub da, hər bir zaman pambıq kimi məsəl üçün. Biz pambığın Qafqaz regionunda ən böyük istehsalçısıyıq.